Salam dostlar, akşamınız xeyir. Koyunların akşam yemini verenden sonra çıkarmışım biraz otlasınlar. Yani karanlık tam düşenden sonra tövleye salacağım. Koyunlardan da yani geçen videoda dedim 2 baş. Yani koça gelen, başka koça gelen hələlik yani gördüğüm yoktu. Olabilir tövlede gece koça gelen olsun. O başka mesele. Gədəbəydə de sabahtan hava yağışlar başlayır. Yani növbəti günləri qar da göstərir. Artıq 2 gündür səhv eləmirəmsə otlamazlıq məqsədilə saxladığım quzuları 5 başı analarından bir yerdə çıxarıram, səhərlər otlayırlar. Erkək quzuları ama tövlədə saxlayıram. Balaca quzunu da bırakmışam anasını. Hem de indi anasından da çölə çıxarmışam. Akşam koyunları tövləyə salandan sonra onu anasından ayıracağım. Sağ olun dostlar. Hələlik gələn videolarda görüşənədək.